Salam aleykum. Ramazanın 19-cu günündəyik. Bugün sizi gündüzün səs-küyündən uzaqlaşdırıb, gecənin o mübarək səssizliyinə dəvət edirəm. Ramazan sadəcə gündüz ac qalmaq deyil, həm də gecəni diriltməkdir. Çoxumuzun yuxuda olduğu o saatlarda biriləri oyanıb yaradanla pıçıldaşır. Bəs o gecə saatlarında nə gizlənib? Niyə ən böyük dualar məhz o zaman qəbul olur? Günün ayəsi. Yatağından uzaqlaşanlar. Ayə. Onlar gecə ibadəti üçün yataqlarından uzaqlaşar. Onlar qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən Allah yolunda sərf edərlər. Səcdə surəsi 16. Allah Taala bu ayədə xüsusi bir qrup insanı tərifləyir. Onlar şirin yuxusunu tərk edib Rəbbinin huzuruna duranlardır. Gecə namazı, təhəccüd, bəndə ilə Allah arasındakı ən səmimi bağdır. Çünki orada riya, göstəriş yoxdur. Səni Allahdan başqa heç kim görmür. Ramazan ayı bu vərdişi qazanmaq üçün ən gözəl fürsətdir. Çünki onsuz da o başdan sahur üçün oyanırıq. Cəmi 10 dəqiqə əvvəl oyanmaqla bu ayədəki müjdəyə nail ola bilərik. Günün hədisi, ilahi nüzul. Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Rəbbimiz hər gecənin son 1/3-də dünya səmasına nida edərək buyurur. Mənə dua edən varmı? Duasını qəbul edim. Məndən istəyən varmı? Ona istədiyini verim. Məndən bağışlanma diləyən varmı? Onu bağışlayım. Buxari və Müslim. Açıqlama. Bu hədis qəlbimizi titrədən bir dəvətdir. Kainatın sahibi hər gecə bizə səslənir. Biz isə çox vaxt bu səsi yuxuda ikən qaçırırıq. Xüsusilə Ramazan gecələrində bu nida daha bərəkətlidir. Əgər həll olunmayan bir probleminiz, keçməyən bir dərdiniz varsa, onu sahur vaxtı Allaha açın. Gecə edilən dua hədəfə dəyən ox kimidir. Heç vaxt boşa getməz. Günün duası. Gecənin nurundan pay istəmək. Gəlin bu gecə sahurda bu dua ilə Rəbbimizə yalvaraq. Allahım, bizi sənin yolunda gecələri dirildən, sənə səmimiyyətlə iltica edən bəndələrindən eylə. Yuxumuzu sənin zikrinlə bərəkətləndir, qəlbimizi nurunla aydınlat, bizə təhəccüdün ləzzətini dadmağı və sahur vaxtı etdiyimiz duaların qəbulunu nəsib eylə. Amin. Əziz dostlar, bugünün tapşırığı həm çətin, həm də çox şirindir. Sabah, sahur vaxtı hər zamankindən cəmi 15 dəqiqə tez oyanın. Heç olmasa 2 rükət namaz qılın və ən böyük arzunuzu Allahdan istəyin. O 15 dəqiqənin bütün gününüzə necə huzur qatdığını görəcəksiniz. Sizcə, gecənin o sakitliyində Allahla danışmaq insanın ruhuna necə təsir edir? Şərhlərdə düşüncələrinizi bölüşün. Sabah 20-ci gündə bağışlanma günlərinin yekunu mövzusunda görüşənədək Allaha əmanət olun.